O. Henry. Son yarpaq. Vaşinqton şəhərində qərbdə yerləşən kiçik məhəllədə küçələr bir-birinə qarışıb dalan adlanan qısa zolaqlara bölünür. Bu dalanlar qəribə tinlər və əyri xətlər əmələ gətirir. O küçələrdən biri hətta 2 dəfə öz-özü ilə kəsişir. Onun çox dəyərli olan bu cəhətini bir rəssam üzə çıxarmağa müvəffəq oldu. Fərz edək ki, mağazanın pul toplayanı əlində boya, kağız və qalın kətan üçün hesab kağızı həmin küçə ilə gedir və 1 sent belə toplamadan evinə yollanarkən özü ilə rastlaşır. Beləliklə, incəsənət adamları şimala açılan pəncərələr, 18-ci yüzilin dam örtükləri, Holland mansardaları və ucuz mənzil axtarışı ilə gəlib yavaş-yavaş özünə məxsus cəhətləri olan Greenwich Village məhəlləsinə yığışmışdılar. Sonra da 6-cı küçədən bir neçə qalay parç və 1-2 manqal gətirib burada koloniya yaratmışdılar. Sue və Johnson'in studiyası 3 mərtəbəli kərpic evin yuxarı mərtəbəsində yerləşirdi. Johnson Joanna adının qısaldılmış şəklidir. Qızlardan biri Maine ştatından, o biri isə Kaliforniyadan gəlmişdi. Onlar 8-ci küçədə yerləşən balaca bir restoranda ümumi masanın arxasında tanış olmuşdular. İncəsənət, kasni salatı və paltarların dəbdə olan qolları ilə bağlı fikirləri üst-üstə düşdüyünə qənaətinə gəlmiş, nəticədə ümumi studiya yaranmışdı. Bu hadisə may ayında baş vermişdi. Noyabrda həkimlərin pnevmoniya adlandırdıqları qaşqabaqlı yabancı gözə görünmədən bütün koloniyanı dolaşır, soyuq barmaqları ilə gah birinə, gah da o birinə toxunurdu. Şərq ölkələrində bu qan içən onlarca qurbana səbəb olmuş, həmişə cəsarətli addımlamışdı. Lakin burada mamır basmış bu dalanların dar labirintlərində ayağını arxasınca zorla sürüyürdü. Cənab pnevmoniyanı heç cür nəzakətli qoca centilmen adlandırmaq olmazdı. Kaliforniya mehindən bənizi solmuş, zərif bir qızı, qanlı əlləri olan, təngi nəfəs, qüvvətli qoca kütbeyini çətin ki, layiqli rəqib hesab etmək olardı. Beləliklə, o qızı da yatağa saldı. Johnson rənglənmiş dəmir çarpayda tərpənməz uzanaraq Holland pəncərəsinin kiçik çərçivəsindən qonşu kərpic evin lal divarlarını seyr edirdi. Bir səhər həkim qayğılı halda pırtlaşıq çal saqqalını tərpətməklə Sue'nu dəhlizə çağırdı. Onun təkcə bir şansı var. Daha doğrusu demək olar ki, ondan bir, o termometrin divəsini silkələyərək dedi. O da yalnız özü yaşamaq istədiyi təqdirdə. İnsanlar tabut düzəldənlərin marağına uyğun davrandığı zaman bizim bütün farmakopeya öz əhəmiyyətini itirir. Sizin balaca xanım qərara gəlib ki, artıq sağalmayacaq. O nə barədə düşünür? O, boya ilə Neapolitan körfəzinin şəklini çəkmək istəyirdi. Boya ilə? Boş şeydir. Onun qəlbində elə bir şey varmı ki, həqiqətən də haqqında düşünməyə dəysin? Məsələn, kişilər. Kişilər? Sue soruşdu və səsi dodaq qarmonunun səsi kimi kobud çıxdı. Doğrudanmı kişilər barədə düşünməyə dəyər? Xeyr, doktor, buna bənzər heç nə yoxdur. Onda o sadəcə zəif düşüb. Həkim qərar verdi. Mən elm aləminin bir nümayəndəsi kimi gücüm çatan hər şeyi edəcəm. Amma pasiyentim öz matəm mərasimində neçə karetin olduğunu saymağa başladıqda dərmanların şəfa verici təsirini 50% azalmış hesab edirəm. Əgər siz onun bu qış nə cür qollu paltarların dəbdə olacağı barədə heç olmasa bir dəfə sual verməyinə nail ola bilsəz, əmin olun ki, onun ondan bir şansı 5-dən 1 ilə əvəz olunacaq. Həkim gedəndən sonra Sue tələsi emalatxanaya girib, yapon kağız salfeti islanana qədər ağladı. Sonra əlində cizgi taxtası fit çala-çala cəsarətlə Johnson'un otağına yollandı. Johnson üzü pəncərəyə tərəf uzanmışdı. Adyalın altından onu zorla sezmək olurdu. Johnson'un yuxuya getdiyini düşündüyündən Sue fit çalmağa dayandırdı. O taxtanı qurdu və jurnaldakı bir hekayə üçün tuşla şəkil çəkməyə başladı.
Gənc rəssamların incəsənətdə yolu, gənc yazıçıların ədəbiyyata körpü salmaq üçün jurnallarda çap etdirdikləri hekayələrə illüstrasiyalar çəkməklə başlayır. Siyuh hekayə üçün qəşəng brici geyinmiş, gözündə monoul olan Aydaholu kovboy şəklini çəkməyə təzəcə başlamışdı ki, qulağına bir neçə dəfə təkrarlanan pıçıltı səsi gəldi. O cəld çarpayıya yanaşdı. Consinin gözləri geniş açılmışdı. O, pəncərəyə baxıb sayır, sonra yenə də tərsinə saymağa başlayırdı. 12, dedi. Bir qədər gözləyəndən sonra 11, sonra 10 və 9, nəhayət 8 və 7. Demək olar ki, eyni vaxtda. Siyuh pəncərəyə baxdı. Orada sayılası nə vardı görəsən? Təkcə kimsəsiz, hüzünlü həyət və 20 addım araldakı kərpic evin lal divarları gözə dəyirdi. Düyün-düyün, gövdəsi kökündən çürüməyə başlayan, tamam qocalıb əldən düşmüş bir sarmaşıq da kərpic divarın yarısına qədər uzanmışdı. Payızın soyuq nəfəsi söyüdü yarpaqlarına məhrum etmiş, çılpaq budaqları isə kərpiclərə sığınmışdı. Orada nə görmüsən əzizim? Suyu soruşdu. 6. Consi zorla eşidiləcək səslə cavab verdi. İndi onlar daha sürətlə tökülür. 3 gün əvvəl 100-ə yaxın olardılar. Sayanda başım ərlənirdi. İndi isə asanlıqla saya bilirəm. Bax, biri də düşdü, 5-i qaldı. 5 dənə qalan nədir əzizim? Öz suyuna deyə bilərsən? Yarpaqlar, sarmaşıqda. Axırıncı yarpaq düşəndə mən öləcəm. Artıq 3 gündür bunu bilirəm. Məgər həkim sənə deməyib? Bu cəfəngiyatı birinci dəfə də eşidirəm. Siyu əla bir ikrah hissi ilə qızın söylədiklərinə etiraz elədi. Qoca sarmaşıqdakı yarpaqların sağalmağınla nə əlaqəsi ola bilər? Elə bir sarmaşığı sevməyə də başlamısan, yaramaz qız. Səfih olma. Hələ bugün səhər həkim dedi ki, tezliklə sağalacaqsan. Dayan görüm o necə dedi? Sənin 1-ə qarşı 10 şansın var. Bu, New Yorkda tramvayla gedən ya da təzə evlərin yaxınlığından keçən bizim kimi adamlar üçün balaca göstərici deyil. Biraz bulyon yeməyə çalış və öz suyuna imkan ver ki, şəkili tez çəkib redaktora satsın və xəstə qıza şərab, özünə isə donuz ətindən kotlet ala bilsin. Daha şərab almağa ehtiyac yoxdur. Gözünü diqqətlə pəncərəyə zilləyən Consi cavab verdi. Bax, biri də düşdü. Yox, bulyon istəmirəm. Deməli, yalnız 4-ü qaldı. Axırıncı yarpağın da düşməyin görmək istərdim. O zaman öləcəm. Consi, əzizim, Siyu ona tərəf əyilərək dedi. Mənə söz verirsən ki, işimi qutarana qədər gözünü açıb pəncərəyə baxmayacaqsan? Sabah bu illüstrasiyanı təhvil verməliyəm. Mənə işıq lazımdır. Yoxsa pəncərənin pərdəsini indirərdim. Məgər başqa otaqda çəkə bilməzsən? Consi soyuq tərzdə soruşdu. Sənin yanında olmaq istəyirəm, Siyu cavab verdi. Həm də bu yaramaz yarpaqlara baxmağını istəmirəm. İşi nə vaxt bitirəcəyini söylə. Bənizi ağarmış Consi yıxılmış heykəl tək tərpənməz vəziyyətdə dedi. Çünki mən yarpağın necə düşdüyünü görmək arzusundayam. Gözləməkdən yorulmuşam. Fikirləşməkdən yorulmuşam. Məni saxlayan nə varsa ondan azad olmaq, bu zavallı solğun yarpaqlardan biri kimi aşağıya doğru uçmaq istəyirəm. Çalış yatasan, Siyu dedi. Bermanı çağırmalıyam. Ondan istifadə edib qızıl axtaran Zahidin şəklini çəkmək istəyirəm. Uzağı bir dəqiqəyə qaydaram. Mən qaydana kimi yerindən dəbərmə ha. Qoca Berman aşağı mərtəbədə onların studiyasının altında yaşayırdı. Onun artıq 60-dan yuxarı yaşı vardı və qıvrım saqqalı, Moizey Michelangelo sayağı məshəkəli başından cırtdan bədəninə sarı uzanmışdı. Berman incəsənətdə uğursuz adam sayılırdı. O, daim şedevr yaratmağa hazırlaşsa da onu hələ heç başlaya da bilməmişdi. Artıq neçə ildir bir tikə çörək naminə, lövhə, reklam və buna bənzər cızma qaralardan savay heç nə çəkmirdi. O, gənc rəssamlara poza verməklə də müəyyən qədər qazana bilirdi. Çünki peşəkar naturaçılar bu rəssamların cibinə uyğun gəlmirdilər. O, içki düşkünü olmasına baxmayaraq,
hələ də gələcək şedevri barəsində danışmaqda davam edirdi. Qalan məsələlərdə isə çox zalım bir qoca olub, hər cür sentimentallığa istehza ilə yanaşır və özünü iki gənc rəssam qız üçün məxsus olaraq təhkim edilmiş gözətçi it hesab edirdi. Suyu ardız gilə meyvəsi iyi verən Bermanı aşağı mərtəbənin yarı qaranlıq hücrəsində tapdı. Otağın bir küncündə molbertin üstündə artıq 25 ildir toxunulmayan şedevrin ilk ştrixlərini qəbul etməyə hazır kətan qoyulmuşdu. Suyu Jonsinin fantaziyası və yarpaq kimi zərif kövrək bu qızın dünya ilə dayanıqsız əlaqəsinin zəifləyəcəyi təqdirdə onların əlindən usub gedə biləcəyi haqda qocaya danışdı. Qoca Berman, görəsən kimin qırmızı gözləri bu dərəcədə aydın yaşara bilərdi? Belə axmaq fantaziyalara rişxənd edərək qışqırdı. Nə? O çığırdı. Bu nə axmaqlıqdır belə? Lənətə gəlmiş sarmaşıqdan tökülən yarpaqlar ölümə səbəb ola bilər? İlk dəfə eşidirəm. Yox, sizin idiot zahidiniz üçün poza vermək arzusunda deyiləm. Siz o qızın öz başını belə cəfəngiyatla doldura bilməsinə necə imkan vermisiniz? Ah, zavallı balaca Miss Jonsi. O çox xəstə və zəifdir, Suyu dedi. Qızdırmadan başında cürbəcür xəstə fantaziyalar yaranır. Çox yaxşı, Mr. Berman. Mənə poza vermək istəmirsinizsə heç lazım da deyil. Amma məncə siz mənfur bir qocasız. Mənfur qoca boşboğaz. Bax, əsl qadın belə olar. Berman ucadan dedi. Kim dedi mən poza vermək istəmirəm? Gedək. Mən sizinlə gedirəm. Yarım saatda deyirəm ki, poza vermək istəyirəm. Ay Allah, Miss Jonsi kimi yaxşı bir qızın xəstələnməsinin heç yeri deyildi. Öz şedevrimi yaradan kimi hamımız buradan gedəcəyik. Bəli, bəli. Onlar yuxarı qalxanda Jonsi mürgüləyirdi. Suyu pəncərənin pərdəsini axıra kimi buraxıb Bermana işarə etdi ki, o bir otağa keçsin. Orada pəncərəyə yaxınlaşıb qorxu içində qoca sarmaşığa baxmağa başladılar. Sonra heç bir söz demədən bir-birinə nəzər saldılar. Qar-qarışıq soyuq leysan yağış yağırdı. Berman əynində göy rəngli köynək, qızıl axtaran zahid kimi qayanı əvəz edən üzüstə çevrilmiş çaydanın üstündə oturdu. Növbəti gün səhər, qısa sürən yuxudan oyanan Suyu, Jonsinin qüssəli və geniş açılmış gözlərini aşağı endirilmiş yaşıl pərdədən çəkmədiyinin şahid oldu. Onu qaldır, baxmaq istəyirəm. Jonsi qətiyyətlə pıçıldadı. Suyu yorğun halda rəfiqəsinin dediyinə əməl etməli oldu. Bəs nə baş vermişdi? Çox şiddətli yağışdan və bütün gecəni sakitləşməyən güclü küləkdən sonra kərpiç divarda sarmaşığın yeganə, sonuncu yarpağı görünürdü. Hər halda saplağına sarı ləkələrin və çürümənin yavaş-yavaş iz saldığı tünd yaşıl rəngli yarpaq yerdən 20 fut yuxarıda yerləşən budağın üstündə əzəmətlə boylanırdı. Bu sonuncu yarpaqdır, Jonsi dedi. Düşünürdüm, o bu gecə mütləq düşəcək. Gecə küləyin səsini eşidirdim. O, bugün düşəndə mən öləcəm. Allah köməyin olsun. Suyu yorğun başını yatağa tərəf əyərək dedi. Özünü düşünmürsənsə, heç olmasa məni düşün. Bəs sənsiz mənim halım necə olacaq? Lakin Jonsi cavab vermədi. Sirli, uzaq səfərə hazır qəlb həyatdakı hər şeyə qarşı biganə olur. Xəstə fantaziyası Jonsiyə daha güclü təsir göstərərək onu həyat və insanlara bağlayan bütün telləri bir-birinin ardınca məhv edirdi. Bir gün keçdi. Onlar hətta alaqaranlıqda belə yeganə yarpağın kərpiç divara toxunan saplağın üstündə olduğunu görürdülər. Axşam düşəndən sonra şimal küləyə qalxdı və yağışın Holland dam örtüklərindən üz aşağı yumbalanan damlaları fasiləsiz olaraq pəncərələri döyəcləməyə başladı. Hava işıqlanan kimi rəhimsiz Jonsi yenidən pərdənin qaldırılmasını tələb etdi. Sarmaşıq yarpağı hələ də öz yerində idi. Jonsi uzanmış halda uzun müddət yarpağı seyr etdi. Sonra Suyunu çağırdı və qaz piltəsində onun üçün toyuq bulyonu qızdırmasını xahiş etdi. Mən pis qız olmuşam, Siyodi, Jonsi dedi. Bəlkə də bu sonuncu yarpaq budağın üstündə mənim nə dərəcədə yaramaz olduğumu sübut etmək üçün dayanıb. Öz ölümümü arzulamaq günah işdir. İndi sən mənə azca bulyon, ardınca isə portveynli süd verə bilərsən. Amma yox.
Əvvəlcə güzgünü gətir. Sonra isə balışlar ətrafıma düz. Oturub sənin necə yemək hazırladığına baxacam. 1 saatdan sonra Consi dedi. Siyudi, ümid edirəm nə vaxtsa boya ilə Neapolitan körfəzinin rəsmini çəkə biləcəm. Günorta həkim gəldi. Siyu bəhanə ilə onun arxasınca dəhlizə çıxdı. Şanslar bərabərləşib. Həkim Siyunun titrəyən balaca əlini sıxaraq dedi. Yaxşı qulluq edə bilsəz qələbə çalarsınız. İndi isə aşağı mərtəbədəki bir xəstəyə baş çəkməliyəm. Soyadı Bermandır. Deyəsən rəssamdır, sətəlcəm olub. Artıq yaşdaşıb, çox zəifdir. Xəstəliyi isə ağır forma alıb. Sağalmasına ümid yoxdur. Amma bugün xəstəxanaya göndərəcəklər. Onun üçün ora rahat olar. Növbəti gün həkim Suyuya dedi. Qız artıq təhlükəli vəziyyətdən çıxıb. Siz qalib gəldiniz. İndi yalnız yaxşı qida və qulluq. Başqa heç nə lazım deyil. Həmin gün axşam Siyu tamamilə gərəksiz olan açıq göy rəngli şərfi toxuyub qurtarandan sonra Consinin çarpayısına yaxınlaşdı və bir əli ilə qızı yastıq qarışıq qucaqladı. Sənə bir söz deməliyəm, Axsican, o dedi. Mr. Berman bugün xəstəxanda sətəlcəmdən ölüb. Onun xəstəliyi cəmsi 2 gün çəkdi. Bir gün əvvəl qapıçı bədbəxt qocanı öz otağında döşəmənin üstündə uzanmış vəziyyətdə tapıb. Huşunu itiribmiş. Başmaqları və paltarları tamamilə islanmış, buz kimi soyuq imiş. Heç kim onun belə dəhşətli bir gecədə hara çıxdığını anlaya bilməyib. Sonra yana-yana qalan fənər, yerindən tərpədilmiş nərdivan, kənara atılmış bir neçə kist, bir də sarı və göy boyaları olan palitra tapıblar. Pəncərəyə sarı bax, sarmaşığın sonuncu yarpağına nəzər sal, əzizim. Küləyin onu yerindən tərpədib əstirə bilməməsi səni təəccübləndirmir? Hə, əzizim, Bermanın şedevri budur. Onu sonuncu yarpağın düşdüyü həmin gecə yaradıb.